Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər və abituriyentlər. Biz keçən video izahda DIM test toplusundan Python proqramlaşdırma dilindən dövr operatoru və ədədlər üzərində əməllər bölməsindən 70-ə qədər sualların izahını sizinlə paylaşmışdıq. İndi isə davamının izahını sizinlə bölüşəcəm. 71-ci sual nümunəsi ilə izaha başlayıram. Deməli, baxaq görək bizdən nə istəyir. Python dilində yazılmış proqramın nəticəsini tapın. N-ə qiymət verilibdir 18 və for i in range-də deyir ki, gətir N-in qiymətini yerinə qoy, yəni olacaq 19 və i burada 1-dən 18-ə kimi qiymətlər alacaq. If şərtinə baxsaq, N-in i-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, deyir S-i i ilə cəmləyəcəksən. Bu haqda, yəni bu şərt haqqında mən keçən video izahda danışmışdım. Demişdim ki, bu bölünmə əlamətini bildirir. Yəni daxil olunmuş ədədin burada bölənlərini tapmalıyıq. Və 18 burada i-nin hansı qiymətlərində tam bölünəcəkdir və o qalıqda 0 alacaqdır. Deməli, burada 1-dən 18-ə kimi ədədləri yazmağa ehtiyac yoxdur. Yəni 18-in bölənlərini yazacağıq. i onsuz da 1-dən 18-ə kimi dəyər alır. Deməli, bu 1-dir, 2-dir, 3-dür, 6-dır, 9-dur, bir də 18-in özüdür. Çünki 18 burada daxildir, amma 19 daxil deyil. Və S də bunların hər birinin cəmini istəyir. S-in başlanğıc qiyməti onsuz da 0-dır. Deməli, S bərabərdir. Bunları cəmləsək, 12, 30, 39. 39 qiyməti olur. Cavabımız 39 və sonda print. S-də biz 39 nəticəsini çap etmiş oluruq. Keçək 72-ci sual nümunəsinə. Deməli, Python dilində yazılmış proqramın nəticəsini tapın. 8085 ədədini daxil etməliyik. Nə qədər ki, dövr 0-dan böyükdür, o zaman biz gövdəni icra etməliyik. Gedirik X-a, biz qiyməti onsuz da başlanğıc bəlli ki 0-dır. X-in qiymətini tapaq. Bu 0 eləyəcək və 8085-i biz 100-ə böləndə bizim qalığımız 85 edir. 85-i yazdıq. Və n bərabərdir. Olacaq 8. Çünki 8085-i 1000-ə böləndə bizim tam hissəmiz olur 8. 8 böyükdürmü 0-dan? Deyirəm ki, bəli. X bərabərdir və X-in qiymətini 100-ə vuracam. X-in son qiyməti 85 idi. 85-i 100-ə vururam, edir 8500. Üstə gələcəm n-i. Yəni n-in son qiyməti nədir? 8. Olacaqdır 8508. Və n bərabərdir. 8-i də 1000-ə bölənə tam hissə bizə 0 verir. 0 0-dan böyük deyil və dövrün artıq sonlanır. Dövr sonlanır. Və sonda bizdən nəyi soruşur? X-i soruşur. X-imiz də 8508 edir. Keçək 73-cü sual nümunəsinə. Proqramın nəticəsini yenə tapmalıyıq. Burada bizdən baxırıq ki, S-in başlanğıc qiyməti 1-dir. Bu halı unutmayaq. Və i burada 1-dən 14-ə kimi qiymətlər alacaqdır. Şərtdə nə soruşur? Deyir ki, i-nin 2-yə bölünməsindən alınan qalıq 1-dən fərqlidirmi? Bu, əslində cüt ədədin halıdır. Yəni, cüt ədədi soruşur burada. Yəni, indi biz burada 1-dən 14-ə olan qiymətlərdə hansı ədədlərimiz cütdür? Bu, 2-dir, 4-dür, 6-dır, 8-dir, 10-dur, 12-dir, bir də 14-dür. Düzdürmü? 1, 2, 3, 4, 5, 6, 7 və 7 dənə mənim burada cüt ədədim var. Və deməli, burada 7 dəfə mən 1-i cəmləyirəm. Bu olur 7. Amma S-in başlanğıc qiyməti 1-də, 1-in üstünə də 7 gəlirəm, olur 8. Cavabımız 8. 74-cü sual nümunəsi. Python dilində yazılmış proqramın icrası nəticəsində 40 qiyməti çap edilərsə, sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Baxaq, biz burada bunu tapmalıyıq və t-də 1-ə bərabərdir. Deməli, baxıram ki, mən bu while dövrünü nə vaxt sonlandırmalıyam? T böyük bərabərdir 6 olanda artıq dövr sonlanmalıdır. Düzdürmü?
və mənə deyir ki, H qiyməti sonda 40-ı alsın. Deməli, mən burada T-ni, dövrün sayını tapım görüm, listə və dövr edəcəm. T-nin başlanğıc qiyməti nədir? 1-dir. 1 plus, bu hər dəfə bir vahid artır. Bilmirəm neçə dəfə artırmışam bir vahid. O zaman bura x yazacağım. Bu dövrün sayını bildirir. Böyük bərabərdir 6. X də böyük bərabərdir 5. X da burada 5 alır. Və deməli, mənim gövdəm 5 dəfə icra olunubdur. Düzdürmü? 5 dəfə icra olunubdur. Deməli, mən sonda 40 qiymətin almışam da. İndi o zaman mən burada bildim ki, həmin qiymətdən mən 5 dəfə ona çıxmışam. Yəni, H-ın başlanğıc qiymətini bilmirəm. H-ın da başlanğıc qiymətini yazıram. Belə yazaq. Minus olur 50 bərabərdir 40-ı almalıyam. O da H da bərabərdir burada edir 90. Deməli, daxil edilmiş ədəd 90 imiş. Sadəcə olaraq burada gövdə sayını tapırıq. Neçə dəfə gedib qiymətləri yerinə qoyuruq və hesablayırıq. Cavabımız 90. Keçək 75-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada bizdə S-in başlanğıc qiymətində verilib, N-in də başlanğıc qiyməti verilib. Yenə eyni bir tipdəndir. Sadəcə olaraq burada biz gövdə sayını tapmalıyıq ki, neçə dəfə icra olunubdur bu. O zaman belə edək. Buradan açıq şəkildə yazsam, S bərabərdir. Biz burada ən birinci diqqət edəcəyimiz məqam while-ı sonlandırmaqdır. Bilirik ki, böyük bərabər, yəni bunun inkarı böyük bərabərdir 500 olanda dövr sona çatır. S bərabər, S-in başlanğıc qiymətini yerinə qoyuram. 100 plus 40x. Çünki bilmirəm ki, neçə dəfə dövr edəcəm burada. N də başlanğıc qiyməti 300-dür. 300 minus 20x. Belə. İndi mən burada aparıb cəmi qoyacam. Görürsən, yerimiz kifayət edərmi? Çalışaq, kiçik yazaq. Deməli, S plus N cəmi olur nə? 100 plus 40x plus, indi N-in qiymətini gələcəm. Sadəcə bu ifadəni yuxarıda yerinə qoyuram. Olur nə? 300 minus 20x böyük bərabərdir 500. Belə. İndi sadələşdirək. Bura olacaq nə? 20x böyük bərabərdir. Olacaq 400. Keçirdiyində bu tərəfə olacaq da buradan da olur 100. Düzdürmü? Birbaşa 100 yazdım. 400 niyə yazaq? Burada x-i nə tapıram? X böyük bərabərdir 5. Yəni, x-də aldım 5. 5 dəfə gövdəm icra edilibdir. İndi məndən print S-i soruşur. S bərabərdir. Yuxarıda, buradakı ifadə aparıb yerinə qoyacam. 100 üstə gələk. 40-ı vuracam. Baxın x-a. Baxın, bu ifadə yerinə qoyuram. Olur nə? 200. Bu da bərabərdir 300. Cəmdə 300. S-imizin də qiyməti 300-dür. Əgər n-i soruşsaydı, o zaman 300-dən çıxardıq. 20-ni vurardıq 5-ə. O zaman n-i tapardıq. Sadəcə burada S-i soruşur deyə S-i yazdıq. Keçək 76-cı sual nümunəsinə. 76-cı sual nümunəsinin qısa yolu ilə demək istəyirəm. Həm də təbii ki, bunun uzun yolu da var. Amma qısa yol daha əlverişlidir. Deməli, burada i-nin alacağı qiymətləri tapırıq. i burada nəyi alır? 3, 4, 5, 6, 7. Bir-bir yerinə qoyub hər dəfə, belə deyək də, S-in cəmini də tapa bilərik. Amma burada rahat bir yol var bunun əslində. S-in də qiymətini aşağıda hesablayacam. Onsuz da S-in başlanğıc qiyməti 0-dır. Baxın, bizdə bu alt-alta iflərdir və bütün iflər yoxlanmalıdır. İndi gedirəm i-nin 3 qiyməti ilə dövrə girirəm. Və bu şərt ödənmir və düşürəm bu şərtə. Və deyəcəyim məqam budur ki, qısa yol nədir? Hər dəfin S-in üstünə mən 1 gəlmək istəmirəm. Niyə? Çünki onsuz da bu gövdə hər dəfə icra olunur. Baxıram ki, i burada
1, 2, 3, 4, 5 dəfə icra olunacaqdır. Çünki hər dəfə icra olunanda bu S bir vahid artır. Mən axırda o S-in üstünə aldığım qiymətin üstünə o +5-i gələrəm. Hər dəfə bir vahid artırmağa, yəni olar ha, yəni problem deyil o. Sadəcə olaraq misalı daha tez sonlandırmaq istəyirəm. O nöqteyi nəzərdən dedim ki, mənim dövr sayım burada 5-dirsə, onsuz da bu 5 dəfə S-i hər dəfə bir vahid artırıram. Sonda o mən +5-i gələcəm üstünə. Belə. İndi, amma hər dəfə yenə bir-bir yoxlayanda +1 də yazmaq olar. Amma o bizi daha çox zamanımızı alır. İndi gedirəm i-nin 3 qiyməti ilə. Bu təbii ki, ödənməyəcəkdir, amma burada ödənəcəkdir. S-imiz nə olacaqdır? S-imiz olacaq 3. i-nin 3 qiymətində 3-ü aldım. Plus i-nin 4 qiymətində, baxın, 4 2-yə bölünür, bəli, plus 2 yazıram. Plus 2. Və plus 4 3'e bölünəndə 0 olmur. Amma düşdüm nəyə? Elsə. +5-i yazıram. 4 qiymətində də yekunlaşdım. Və keçirəm indi i-nin 5 qiymətinə. Nə bu ödənmir, nə bu da ödənmir və mən birbaşa 5 vahid artırıram. Plus, indi keçirəm i-nin 6 qiymətinə. Həm bu şərt ödənəcək, həm bu şərt ödənəcək. Yəni, +2, +3. Sonra keçirəm i-nin 7 qiymətinə və bu da ödənmir, bu da ödənmir və birbaşa elsə düşürəm +5. Onsuz da dövrüm sonlandı, yəni bitdi artıq və plus, baxın bu 5, bu 5 bərabərdir. Cəmini taparıq. 10, 15, 20, 25, 30 qiymətin almış oluruq. Cavabımız olur 30. Deməli, 76-cı sualda cavabımız olur 30. Keçək 77-ci sual nümunəsinə. Baxaq. Bunu da daha geniş bir yerdə yazım. Bir dəqiqə. Deməli, klaviaturadan 50 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini tapın. Baxıram ki, burada S-in başlanğıc qiyməti 0-dır və S böyük bərabərdir 50 olanda mən dövrdən çıxmalıyam. Və valin gövdəsində nə baş veribdir? S bərabərdir. S-in üstünə i gəlir və i-ni bir vahid artırıbdır. Sonda onsuz da bu bir dəfə yerinə yetiriləcək sərbəstdir. Baxıram, deməli, i-nin başlanğıc qiyməti 1-dir və hər dəfə 1 ilə müqayisə edəcək, sonra 2 ilə, 3 ilə, yəni onsuz da 0-da 0, belə deyək də, 50-dən kiçikdir, düşəcəkdir, S-i bir vahid artıracaqdır. Çünki S-i n-lə müqayisə edir. Yəni, belə deyək də, burada 0 kiçikdir 50-dən, bəli, S bərabərdir. S-in üstünə i-nin qiymətini gələcək. Olacaq 1. I-ni bir vahid artıracaq, o olacaq 2. Sonra gedəcəkdir. 1-i 50 ilə müqayisə edəcəkdir. 1 kiçikdir 50-dən, bəli, S bərabərdir. S-in üstünə i gələcək. Yəni ki, 1-in üstünə 2 gələcək, olacaq 3. I-ni bir vahid artıracaq, i olacaq 3. Amma təbii ki, indi biz 50 dövrə qədər biz bunu həll etsək, bu nə qədər zaman alır? Belə bir qanuna uyğunluq var. Bu, hər dəfə S, belə deyək də, 1, +2, +3, +4. Görürəm ki, hər dəfə onsuz da i-nin qiyməti bir vahid artır. Və mənim 50 ilə, belə deyək, olanda qiymətim 50 sonlanmalıdır. İndi mən bu proqramı nə cür həll edərəm? Qısa yolu nə cür ola bilər? Biz elə ədəd tapmalıyıq ki, ümumiyyətlə bildim ki, bu birdən hansısa bir n-ə qədər olan ədədlərin cəmi mənə S-in qiymətini verir. Çünki i hər dəfə bir vahid artır. Və belə bir düstur var. N vuraq n plus 1 bölək 2 birdən n-ə qədər olan ədədlərin cəmini tapan bir düsturdur. Və mən bu düsturu apararam, burada böyük bərabərdir 50 şəklində yazarım. Sadəcə bu düstur biləndən sonra bu proqramı çox rahat şəkildə yerinə yetirə bilərəm. Buradan indi mən tapsam, n vuraq n plus 1
böyük bərabərdir 100 edir. Düzdürmü? İndi baxın, mən n-ə hansısa bir qiymət verməliyəm ki, bu bərabərliyi ödəsin. Çünki bayaq dedim ki, biz bu halda dövrdən çıxmalıyıq. Bu halda dövrdən çıxmalıyıq. İndi n-ə nə verək? N-ə məsələn, hansı ədədlərin hansıdır 100-ə bərabər edərik biz? Bura 9 versəm, bura 10 olur və böyük bərabərdir. 100-ü ödəmir. Düzdürmü? Və deməli, mənim bu n-in yerinə qoyacağım ədəd 9 deyil. 10 vuraq 11 artıq mənə nəyi verir? 110-u verdi. Və bu şərti ödədi. Deməli, mənim bu hissəmdə 10 dəfə dövrün gövdəsi icra olunubdur. Sadəcə bu düsturu biləndən sonra rahatdır bunu tapmaq. Yəni, n-i nə versəm bu şərti ödəyər. Getdim 9-u verdim, ödəmədi. 9-dan kiçikdə onsuz da ödəməyəcəkdir. Deməli, mənim bu şərtim, yəni ki, bu hissəm 10 dəfə icra olunubdur. Bax belə. İndi tapdım ki, bu hissə, yəni dövrün gövdəsi 10 dəfə icra olunubdur. Məndə axırda bəs necə tapacağıq burada ümumi? Deməli, mən buradan S-i necə taparam? S bərabərdir. S bərabərdir. Bu düsturdan istifadə edəcəm. Yəni 10 vurdum, 10 vuraq 11 bölək nə? 2. Bu da eləyir 55. 55-i tapdım. Əla. S-im 55-dir. Bəs i-ni necə tapacağam? i də çünki burada S minus i-ni soruşur və plus 1 gəlməliyəm. i də bərabərdir. Başlanğıc qiyməti 1-dir. 1 üstə gələk. 1-i də ona vuranda, çünki bu hissə 10 dəfə təkrarlanıbdır. Bu deyir 10. Bərabərdir necə? 11. İndi mən S-dən çıxacam i-ni, yəni 55-dən çıxacam 11-i. Üstə gələcəm 1-i. Bu deyəcək 45. Cavabımız olacaq 45. Print S-imizdə də 45 çap olunur. Yəni, bu düstur mənim işimi çox asanlaşdırdı. Sadəcə bu düstur 1-dən n-ə qədər ədədlərin BDT cəmini tapır. Mən də apardım yerinə qoydum, hesapladım, dövr sayımı tapdım, proqramı rahat həll etdim. Deməli, burada yazaq 45. Keçək 78-ci sual nümunəsinə. Belə. Deməli, yenə də i-miz 1-dən 9-a kimi qiymət alacaqdır. i-nin qiymətlərini buradan yazıram ki, i-nin qiymətləri 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, buradan da S-i məndən soruşur. S-in başlanğıc qiyməti 0-dır. S bərabərdir. Baxıram ki, bu yenə də bizdə 6-6 if-dir və bütün if-lər yoxlanmalıdır. Onsuz da bu şərt ödənməyəcəkdir. Çünki 1-i 2-yə böləndə 0-ı almırıq. Yenə də ödənmir. Birbaşa biz else düşürük. Else düşürük. Bu da olur nə? 3 və 3-ün üstünə i-nin qiymətini gələcəm. Yəni, olacaqdır. i-nin baxın, bir qiymətindən həll edirəm. 3, 3-ün üstünə də i-nin qiymətini gəlirəm. 1-i eləyir S4. Period. i-nin 2 qiymətində şərt ödənir. Period 1. Bu şərt ödənmir və düşürəm nəyə? Else. Period 3 və period i-nin qiyməti 2-ni tapıram. İndi əslində burada mən yenə də bayaqki düsturdan istifadə edib S-in üstünə i-ni gələ bilərəm. Yəni, sonda yenə də hesablaya bilərəm. Yəni, 1-dən 9-a kimi ədədlərin hasili, üzr istəyirəm, cəmin bayaqki düsturla da biz çox rahat tapa bilərik. Sadəcə indi burada açıq yazaq. Plus 2. i-nin 2 qiyməti ilə işimi bitirdim. Keçirəm i-nin 3 qiymətindən. 3 olanda birinci şərt ödənmir, ikinci şərtimiz ödənir, plus 2, artıq else baxmırıq, plus 3-ü gəlirəm. Plus
i-nin 4 qiyməti ilə. Bu sadəcə oxşarısını qoyuram ki, yəni bilək ki, i-nin hansı qiymətləridir sonda həll etdiyimiz. I-nin 4 qiymətində +1 vahid artacaqdır və bu şərt ödənməyəcəkdir və +, deməli 3 və +4 qiymətini tapırıq. i-nin 5 qiymətində. Nə bu ödənmir, nə bu ödənmir. +3, +i. Deməli, mən birbaşa 8 yazım. Çünki burada 3 vahid artacaqdır. Burada da i-nin son qiyməti 5-də, elə +8 yazıram. i-nin 6 qiymətində. Ümumi burada bir vahid artacaqdır. Çünki bu şərt ödənir. Burada 2 vahid artacaqdır. Ümumi burada 3 vahid artım baş verdi. Bir də i-nin öz qiyməti 6-dır. Düzdürmü? Olurmu 9? Birbaşa yazaq. Sürətlənək. Plus 7 qiyməti ilə nə bu ödənmir, nə bu ödənmir. Amma burada elsə düşürəm. 3 vahid artacaq. Bir də i-nin öz qiyməti 7, yəni ümumi 10 vahid S dəyərini artıracaq. Sonra i-nin 8 qiymətində bir vahid burada artacaqdır. Şərt ödəndiyinə görə. Burada ödənmir. 3 vahid burada artacaq. Ümumi bu hissədə 4 vahid artım baş verdi. Bir də i-nin öz qiyməti 8. 4-ün üstünə 8 gələndə 12 edir. Və nəhayət 9 qiymətində nə bu şərt ödənmir, amma bu şərt ödənir. 2 vahid artım baş verəcək. Bir də 9, yəni +2, +9 bərabərdir. Deməli, cəmləsək 5, 10, 15, 16, 19, 23, 31, 40, 50, 62, 64, 64-ün üstünə 9, 73. Cəmin almış oluruq. Cavabımız 73. Amma məsələn, bir də deyirəm o nüansı, S bərabərdir. S plus i halı dövrdə hər dəfə icra olunur deyə burada n bərabər, bayaqlarım dedim ha, n vuraq, n plus 1 bölək 2 düsturundan da istifadə edib sonda i-nin də cəmin birbaşa gəlmək olardı. O daha qısa versiyasıdır. Sadəcə olaraq mən uzun versiya ilə yazdım ki, daha çox, yəni anlaşılan olsun. Amma lakonik olaraq bu yolla tez bitirmək olar proqramı. Deməli, bura 73. Keçək 79-cu sual nümunəsinə. 79-da nə soruşur bizdən? Deyir ki, Python dilində yazılmış proqramın A dəyişənin hansı ən kiçik natural qiymətində bir rəqəmini çap edər, bir ədədini çap edər. Baxsaq, bunun həm ən kiçik natural qiymətini deyəcəm sizə, həm də ən böyük. Hər iki versiyanı sizinlə paylaşacağım. Deməli, məndə while dövrümün sonlandırmaq üçün A kiçikdir 240 şərti mütləq ödənməlidir. İndi baxıram ki, mənim bəs dövrüm neçə dəfə icra olunacaqdır və mənim enimin bir ədədinin çap olunması üçün görürəm ki, enin başlanğıc qiyməti 1000-dir və sonunda 1 alınması üçün hər dəfə də dövrün gövdəsində ona bölmə əməli var deyə. Deməli, mənim dövrümün gövdəsi 3 dəfə icra olunur. Çünki mən 1000-i 3 dəfə ona böləndə 1 alıram. Deməli, dövr sayı 3'dür. Bunu tapdıq. Yenə deyirəm, hardan tapdım? 1 olması üçün 1000-in 10'a bölünməsi 3 dəfə olmalıdır. Yəni ki, 1000-i bölürəm 10'a, qalır nə? 100. Düzdürmü? 100'ü bölürəm 10'a, qalır 10. 10'u bölürəm 10'a, qalır 1. Neçə dəfə icra etdik? 3 dəfə. Bax, 3 buradan yarandı. İndi, məndə deyir ki, ən kiçik natural qiymət. Mən burada həm kiçiyi deyəcəm, həm böyüyü deyəcəm sizin üçün. Deməli, burada dövr sayı 3-dürsə, ümumi 3-cü
dövrdə proqramdan çıxmalıyam. Və son dəfə neçənci dövrdən proqrama daxil olmalıyam? İkinci dövrdən. Düzdürmü? İndi baxın, A bərabərdir. E, Bu şərtin ödənməsi üçün, yəni A minus 2 dəfə dövr olanda olur 24, A bərabərdir. 3 dəfə dövr olanda 36 olur. Bu hardan yarandı? Bir daha deyirəm. 2 dövr proqramın gövdəsinə, e, ikinci dövr proqramın gövdəsinə daxil olduğum dövrdür. Üçüncü dövr isə proqramdan çıxışımdır. Ona görə bunu yazdım. Və niyə 24? Çünki 12-ni 2-yə vuranda 24 edir. 12-ni 3-ə vuranda 36 edir. İndi mən burada gedirəm birinci halımda A minus 24 böyük bərabərdir 240 halı ilə son dəfə dövrə daxil olmuşam. Amma A minus 36 kiçikdir 240 ilə dövrdən çıxmışam. Bax belə. İndi bunu biz hesablasaq, A böyük bərabərdir 240-ın üstünə 24 gəlsək, eləyəcək 264. Düzdürmü? İndi A kiçikdir 240-ın üstünə də 36 gəlsək, biz tapacağıq 276. 276-dan da kiçik dəyərimiz olacaq 275. Bu belə. İndi məndən nəyi soruşurdu burada? Ən kiçik natural qiyməti. Ən kiçik natural qiyməti isə 264 olur. Amma ən böyük soruşsa biz 275-i götürməliyik. Belə. Burada sadəcə olaraq bizdə ən kiçik soruşduğu üçün bura 264-ü yazıram. Keçək 80-ci sual nümunəsinə. Deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Burada proqram bitməsi üçün böyük bərabərdir olmalıdır və 50 böyük bərabərdir. Bunu rahat yaza bilərəm də 2m kvadratı, düzdürmü? O zaman burada nə baş verir? 25, birbaşa yazaq, böyük bərabərdir. M kvadratı, M də bərabərdir 5-ə. Deməli, burada mənim dövrümün gövdəsi 5 dəfə icra olunur. Tapdıq. İndi mənim belə deyişdə 5 dəfə icra olunursa və N-i soruşur. İndi, baxın, burada mənim tapdığım M-dir. M-in başlanğıc qiyməti 15-dir. Mən 5 alması üçün, M-in 5 alması üçün 15-dən neçə çıxmalıyam? 10 çıxmalıyam. Düzdürmü? Deməli, burada bu hissə 10 dəfə icra olunubdur. Dövrün gövdəsi icra olundu. Çünki mən M-in 5 qiymətində dövrdən çıxacam. Deməli, 15-dən mən 10-un çıxanda 5 almalıyam da. Deməli, mənim dövrümün gövdəsi 10 dəfə icra olunacaqdır. Və N-i soruşur. N-in başlanğıc qiyməti onsuz da 0-dır. 2-ni də 10-a vuranda, yəni N bərabərdir. 2 vuraq 10. Niyə 10-a vurduq? Çünki hər dəfə 2 vahid artır. Bu isə 10 dəfə təkrarlanır. Bu da edir 20. Cavabımız 20. 81-ci sual nümunəsi. Python dilində yazılmış proqram icra olunarkən klaviaturadan 3268 ədədi daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Baxaq, K-yə biz bunu daxil etsək, yazaq. Əla. Və D gedəcəkdir, bunu sətr tipində yazacaqdır. Yəni ki, dırnaqda 68. Belə yazdıq. İndi, baxın, səbəb odur ki, len ədədlə işləyə bilmir. O zaman xəta verir deyə. Ona görə biz daxil etdiyimiz tam ədədi sətr tipinə çevirməliyik ki, saya bilək. Və burada i-nin qiyməti olur nə? Hər dəfə onsuz da bir vahid artacaq. I 4 ilə müqayisə olunacaq. Çünki burada sayanda 1, 2, 3, 4. Yəni, bura yazıram 4.
Əla. While gövdəsi bitəndən sonra biz ifə baxmalıyıq. O zaman bildim ki, mən burada ilk öncə tapacağım nüans burada e, axırda məndən nəyə soruşur? Onsuz da D-nin belə deyək də qiymətini 2-yə böləcəyik. O cütdürsə biz S-dən çıxmalıyıq 1-i. Deməli biz burada S-i tapmalıyıq. Gedək tapaq. Baxın, bir şey deyim. K burada ilk öncə ona bölür. Əgər ilk öncə ona bölürsə, burada son rəqəmi nəzərdə almayacağıq. Əslində bu proqramın bu hissənin nə iş gördüyünü tapmaq olar. E, necə tapmaq olar? Yadımızda qalsın. Əgər birinci ona bölmə tam əməli varsa, sonra qalıqla cəmləyiriksə, bu sonuncu ədəd nəzərə alınmır. Yəni sonuncu ədəd nəzərə alınmadan əvvəlki ədədin rəqəmlərinin cəmini hesablayır. Bax bu hissə. İndi amma biz bunu açıq yazaq. K bərabərdir. Böləcəyik, yəni onsuz da tamdır. Yəni bizim hələ ki D ilə işimiz yoxdur. Ona böləndə olacaqdır 326. Düzdürmü? S bərabərdir. 326-nın ona bölünməsindən alınan qalıq bizdə 6-dır və i-ni bir vahid artıracam. i olacaq 2. Və 2 kiçikdir 4-dən deyirəm ki, hə, şərt ödənir və k-nı 10-a böləcəm. K neçə olacaq? 32. Və S bərabərdir. S-in üstünə, yəni 6-nın üstünə gələcəm. 32-ni 2-yə böləndə qalığım nə olur? 2. Olur nə? 8. İni bir vahid artırıram. i olur 3. 3 kiçikdir 4-dən, bəli. O zaman K bərabərdir. K-nı böləcəm 10-a. K-nın son qiyməti 32 idi. 32-ni biz 10-a bölürük. Qalır nə? 3. Düzdürmü? S bərabərdir. Buradan yazaq. S-in üstünə 8 idi. 8-in üstünə gələcəm. K-nın 10-a bölünməsindən alınan qalığı, yəni 3-ü. Olacaq 3. Bu da eləyir 11. Və gedirəm. İni bir vahid artırıram. Çünki i-nin son qiyməti 3 idi. İnin bir vahid qiymətini artırıram. İndi olur 4. Və 4 kiçikdirmi 4-dən? Deyirəm yox. Və artıq mənim bu gövdəm işini yekunlaşdırdı. S-in qiymətində 11 tapmışam. Baxın, bayaqlarım dedim ki, son qiymət nəzərə alınmadan 8-i nəzərə almasa, öncəki ədədin rəqəmlərinin cəmi mənə 11 verir. Yəni, bunu heç açıq yazmadan da buradan rahat tapmaq olar. İndi mənim int deyim, baxın, bunu tama çevriləcəkdir. Sətr tipindədir. Çünki mənə deyir ki, int. O da eləyir 3268. 3268 cüt rəqəmdir və ona görə də bu şərt ödənir. S-dən çıxacam 1-in. 11 idi. 11-dən çıxıram 1-in. Cavab olur 10. 10 da çapa gedir. 82-ci sual nümunəsi. Proqramın icrası nəticəsində P dəyişəninin 3, R dəyişəninin 120 qiymətinin çap olunması üçün klaviaturadan K dəyişəninə daxil edilə biləcək cəmi neçə natural ədəd var? Aha. Deməli, bu onluq ədədin 8-lik say sisteminə çevrilməsini bildirir. Amma bizdə P-nin qiyməti verilib ki, 3 olsun. P-in başlanğıc qiyməti 1-dir və dövrün gövdəsində P hər dəfə bir vahid artır. 3 olması üçün deməli bu 3 rəqəmli ədəddir. Çünki başlanğıc qiymət 0-dır və 3 alması üçün bu 3 dəfə bu icra olunmalıdır ki, bir vahid artsın. Bu 3 rəqəmli ədəddir. Bunu tapdıq. İndi və hasildir. R vuraq, yəni K-nın 8-ə bölünməsindən alınan qalıqların hasili. Və 8-lik say sisteminin 0-ı yazmayacağım. Çünki 0-ı nəyə vursam 0 eləyir. Yəni birdən açıq yazaq. 1, 2, 3, 4, 5, 6, 7. Düzdürmü? Bu 8-lik say sistemində olan rəqəmlərin hansının hasili, hansı rəqəmlərin hasili mənə 120-ni verir. Bu 4
vuraq 5, vuraq 6-dır. Yəni bunun doğrudan da hasili mənə 120-ni verir. Amma bunların özlərinin öz aralarında yer dəyişməsi var. Yəni 5 vuraq 6 vuraq 4-də, 6 vuraq 5 vuraq 4-də. Yəni bu 3 faktorialdır. Bu da mənə 6-nı verir. Deməli 6-da. Yenə deyirəm, bunların öz aralarında yer dəyişmə sayıdır bu. Çox maraqlı bir tipdir. Deməli, davam edək 83-cü sual nümunəsi ilə. Proqramın icrasının nəticəsində 27 ədədinin çapa verilməsi üçün A dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini müəyyən edin. Baxıram 27-ni almağım üçün S-in başlanğıc qiyməti 1-dir. Yəni 1-i 27-ni ala bilərəm. Deməli, mənim dövr sayım 3-dür. Bu hissə 3 dəfə icra olunacaqdır. Düzdürmü? O zaman bu bildim ki, 3 rəqəmli ədəddir. 1, 2, 3 rəqəmli ədəddir. İndi mənə deyir ki, A-nın 8-ə bölünməsindən alınan qalıq 0-dan böyük olmalıdır. Baxın, yəni mən burada elə bir ədəd daxil etməliyəm ki, həmin ədədim 8-ə böləndə onun qalığı 0-a bərabər olmasın. Yəqin ki, bu fikrim aydındır hamıya. Çünki məndə qalığı müqayisə edir. Deməli, burada söhbət elə bir ədəd yazmalıyım ki, bu tək ədəd olsun və ən kiçik olsun. Ən kiçik olsun. O zaman mən bunu bilirəm ki, normalda 1, 0, 0 da yaza bilərəm ki, ən kiçikdir də, yəni 3 rəqəmli ədədimdir. Amma yenə də deyirəm ki, məndə qalığı 0 ilə müqayisə edirəm deyə mənim qalığım 0 olmalı deyil. Ona görə mən bura ən kiçik 3 rəqəmli ədədi yazmalıyam ki, və o da tək ədəd olmalıdır ki, mənim bu şərtim ödənsin. Deməli, bu 1, 1, 1-dir. Bax belə. İndi bunu yazmaqla təbii ki, bu yekunlaşmadı. Çünki bu 8-li say sistemindədir və mən bunu onluğa çevirməliyəm. Çünki bu proqramın gedişatı budur ki, sən bölək 8, hissəsi 8-ə bölünürsə, deməli mən bura onluq ədəd daxil etməliyəm də. Bunu da mən 8-likdən çevirirəm nəyə? Onluq say sisteminin 0, 1, 2. O da bərabərdir 64 üstə gələk 8 üstə gələk 1. Deməli, bu da olur nə? 73. Cəmi də 73 edir. Bərabər 73. Belə. Sadəcə olaraq baxın, bu hissəyə diqqət etmək lazımdır. Qalığın sıfırla müqayisəsini istəyir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxaq proqrama. Görək, burada bir qanuna uyğunluq varmı? Görə bilmirəm qanuna uyğunluğu. Biraz geniş yerdə yazaq bunu. Çünki dəyişənin dəyişmiş qiymətləri nəzərə alınır. Burada çox güman ki, bir dövr sayını tapmaq olmur. Çünki hər dəfə burada K-da yenilənir, N-də yenilənir. Çünki M-i bölür K-ya. Gəlin bunu açıq şəkildə yazaq. O zaman M-in başlanğıc qiyməti bəllidir. Yazaq 90-ı. 90-ı yazdıq, tam böyle. Burada K-dan N-in çıxmırıq, ha. Əgər bu mötərizədə olsaydı biz çıxardıq. Böləcəm K-ya. İndi mənim K-m neçədir? 1-dir. Bölürəm 1-ə. Çıxıram nəyi? N-i. N-im də 5-dir. Bu olur 85. Çox güman ki, burada çox uzun getməz. Çünki bölmə hər dəfə bölünür və i+ artır. Ona görə də dövr sayı az olar. İndi sonra bu hissəni icra etdim və n bərabərdir. N-i 5 vahid artıracam. Olacaq n-nə 10. K-nı da 2 vahid artırıram. K olur 3. Əla. Gedib indi şərtimizi yoxlayırıq. 85 böyükdürmü? Sıfırdan deyirəm ki, bəli, n bərabərdir. M-i, yəni 85-i böləcəm K-ya. K-mız neçədir? 3-dür. Və çıxacam n-i. N-imiz də elə birbaşa yazaq, elə 10 yazaq. Bərabərdir. 85-i 3-ə bölsək, haradasa bizdə
8 dəfə yerləşər. Çünki 28-i 3-ə vuranda 84 eləyir. Düzdürmü? 28, aha, yenə tam bölək ola bilsin. Bir dəqiqə. Elə 28-i yerinə açmadı kalkulyatoru. 28-dən də biz onun çıxanda qalır 18-i. 18-i. N bərabərdir. N-i 5 vahid artıracam. N olacaq 15. K-nı da 2 vahid artıracam. K olacaq 5. Gedək şərti yoxlayaq. 18 böyükdür 0-dan deyirəm, hə? M bərabərdir. M-i böləcəm K-yə. 18-i böləcəm nəyə? K-yə? 5-ə. Çıxacam N. N-imin də son qiyməti 15-dir. Bərabərdir. 18-i 5-ə bölündə tam hissəmiz 3 düşür. 3-dən də 15-in çıxanda mənfi 12 eləyir. Və N-i yenidən 5 vahid artırıram. N olur 20, K da olur 7. Əla. İndi baxın, onsuz da şərt artıq dediyim kimi dövr çox getmədi. Şərt ödənməyəcək. Çünki mənfi 12 sıfırdan belə deyək ki də böyük deyil. Və məndə bu gövdə sona yetdi. K bərabərdir. N-in üstünə M gələcək. K artıq yeni bir dəyər alır. N-im neçədir? 20-dir. 20-nin üstünə M gələcək. Mənfi 12-ni. Bu neçə eləyir? 8. K-mız əvvəlki dəyərin itirdi. Printdə M plus N plus K-nı soruşur. M-im nədir? Mənfi 12. Üstə gələk. N-im 20. Bir də K-nı. Bu da deməli 8 eləyir. 8-in üstə 8, 16. Cavabımız 16 etmiş olur. Belə. Sadəcə o yerinə qoyub hesaplamaq lazım idi. Yazacaq bura 16. Keçək 85-ci sual nümunəsinə. Python dilində yazılmış proqram nəticəsini tapın. Deməli, bunu da geniş şəkildə izahını verim. Burada bir diqqət edəcəyimiz məqam nədir? Burada müsbət ədədlərin sayını tapacaqdır. Bunu nə cür həll edəcək? Ümumiyyətlə, mənfi 60-dan 59-a kimi biz dəyərlər alacağıq. A-nın ala biləcəyi qiyməti. Bu hissəni gedim həll edeyim. Yəni, burada mənim A-nın nəyə bərabər olur? A plus 35 hissəsində, yəni mən belə deyək də, həll eləsəm, A-nın, baxın, bunu bir həll edəcəm, bir də bunu bir həll edəcəm. A bərabər olur nəyə? Mənfi 35-ə. Düzdürmü? Yəni, bərabər eləyək lap sıfıra. Sıfıra bərabər eləyək. Sonra və A minus 15 bərabərdir 0. A da bərabərdir 15. Bunu mən tapdım. İndi bunu həll eləmək üçün ədəd oxundan istifadə edəcəm və bu ədəd oxunda mənim başlanğıcım mənfi 60-dan başlamalıdır. 59-da yekunlaşmalıdır. Çünki bilirik ki, son götürülmür, 60 götürülmür. İndi A-nın qiymətləri, bura mənfi 35 yazıram. Bir də bura yazıram, təxminən yazırıq da 15-i, düzdürmü? 15-i yazdıq. Məndən müsbətlərin sayını soruşur da. Diqqət etmək lazımdır ki, mənfi 35, bir də 15 ədədlərini qoyanda biz burada 0 alacağıq. Yəni 0 sıfırdan böyük deyil. Mən bir halımı bilməliyəm ki, mənə lazım olan ancaq müsbətlərdir deyə verilmiş bu aralıqda müsbət olan hissəni tapın. İndi gedirəm burada, mənfi 35-i yenə də qoya bilməliyik, təbii ki, bayaq dedim. Məsələn, buradan mənfi 35 ilə mənfi 60 aralığında, məsələn, buradan mənfi 40-ı qoyuram burada yerinə. Baxın, bu hissədə yerinə. Mənfi 40-ın üstünə 35 gələndə mənfi ədəd alıram və mənfi ədədlə mənfi ədədin cəmi mənə mənfini verir, düzdürmü? Deməli, mənim bu istiqamətimdə nə qoysam, yəni ki, müsbət eləyəcək. Yəni, mənfi 60, bir də mənfi 36 aralığında istənilən bir qiyməti qoysam, bu hissəni müsbət ədəd alacam.
İndi gedək bu hissədə işarəni tapaq. Məsələn, -35, 15 aralığında gətirib bura qoyaq, -20-ni qoyaq. Bura belə deyək də, müsbət eləyəcək -20-ni qoyanda müsbət 15, amma bu hissə mənə mənfini verəcəkdir. Müsbəti mənfiyə vuranda mənfidir. Deməli, məndə bu hissə mənfidir. Sonra 15, 59 aralığında 15 özü qoyulmur, bildik. Məsələn, 20-ni qoyuram müsbəti. Yenə də baxın, müsbət ədəd alıram. 20-dən də 15-in çıxanda 5 alıram. Bu da müsbətdir. Bu da müsbətdir. Bu parçamızda müəyyən edək. 16, 59 parçasında olan istənilən ədəd mənə burada gətirib yerinə qoysaq, müsbət ədədlərin sayını vermiş olur. İndi biz bu qaydanı bilirik. Keçən video izahlara demişdim. -36-dan çıxacam -60-ı, üstə gələcəm 1-i. Parçanı da tapıram. Deməli, bu müsbət eləyir, çünki mənfi müsbət eləyir. 60-dan 36-sını çıxanda 24, 24-ün üstünə 1, 25. Buranı tapdıq 25. İndi gedək 59, çıxaq 16, üstə gələk 1, bərabərdir. 59-dan 16-sını çıxanda bizdə 43 eləyir. 43-ün üstünə 1, 44. 44. Düzdürmü? İndi bunların da bizə ümumi 44-ün üstünə də biz gəlirik 25-i eləyir 69. 69 dənə bizim burada müsbət ədədimiz olacaqdır. Cavabımız 69. Mənfini soruşsa təbii ki, mənfi aralığı götürməliyik. Mənfini. Belə. 69. Keçək 86-cı sual nümunəsinə. Deməli, Python dilində yazılmış proqramın nəticəsini tapın. Bayaq işlədiyimiz tiplərdəndir. Deyəsən elə həmən sualdır, yoxsa təkrarlanıbmı? Yox, deyəsən orada kiçik 500 idi. Burada tamam, eyni deyil. Nə cür eləyərik? Bizim proqramımız nə vaxt işini yekunlaşdırır? Kiçik bərabərdir 500-dürsə, bu deməli böyükdür 500 olanda. Açıq şəkildə yazaq. S bərabərdir. S-in başlanğıc qiyməti nədir? 100-dür. 100 üstə gələk. 30x. N bərabərdir 300 minus 20x. 20x. Bu mənim gövdəmdə olan sadəcə olaraq dövrümün sayını tapmaq üçün yerinə yetirəcəyim ilk addımdır. Gətirirəm burada bu verilmiş ədədlərin cəmin yerinə qoyub hesablayıram. Deməli, 100 plus 30x plus 300 minus 20x böyükdür 500. Hesablasaq 10x böyükdür. Bu da 400 eləyir. 500-dən 400-ün çıxanda qalır 100. X da böyükdür. Deməli 10-dan. Amma bizdə x-in də 10-dan böyük qiyməti, 2 böyük qiyməti 11. Deməli, əla. Tapdıq ki, dövrün gövdəsi 11 dəfə icra olunubdur. Məndən nəyə soruşur? S-i soruşur. S bərabərdir. S-in başlanğıc qiyməti 100 idi. 100-ün üstünə gələcəm. 30-u vuracam 11-ə. Yəni ki, nəyə görə 30-u 11-ə vururam? Burada 11 dəfə hər dəfə artım baş verir. Bu da deyir nə? 330. Düzdürmü? Bunların da cəmi edir 430. Çox maraqlı bir tipdir və çox istifadə olunan bir tiplərdəndir. Cavabımız 430 edir. 430. Hər dəfə nədənsə S-i soruşurlar, E-ni də soruşa bilərlər. O zaman da yəni eyni qaydanı E-nə tətbiq etmək lazımdır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deməli, əslində bu proqrama fikir versək, baxın, bu proqramın nə iş gördüyün sizə ilk öncədən hər dəfə
Ona böləndə qalıq tapılır. Deməli, şərt ödənirsə, çox güman ki, ödənəcək. Çünki tam hissə qalıqdan kiçik olacaqdır. E, Bu, daxil edilmiş ədədlərin rəqəmləri cəmini hesablayan bir proqramdır. İndi izahda daha geniş görəcəyik. Gəlin geniş izah edək. Deməli, böyükdür sıfırdan deyirəm hə və B bərabərdir. B-nin başlanğıc qiyməti sıfırdır. Ona böləndə qalığımız 9 edir. Və mənə şərt verir. Deyir ki, sənin 1999 minə bölünəndə bizim tam hissəmiz 1 düşür. Və həmin ədədi minə böləndə qalıq hissəmiz isə 999 edir. Düzdürmü? Şərt ödənir deyə A-nı mən elə bir ki, böləcəm ona, olacaq nə? A-mız olacaq 199. Əla. 199 böyükdür sıfırdan. Bəli, B bərabərdir. B-nin üstünə 9 üstə gələk. 9-u gələcəm, eləyəcək 18. Yenə də şərtimiz ödəniləcəkdir. Çünki 199-u biz minə böləndə tam hissəmiz 0 düşür və 199-un özün qaytaracaqdır. Bu şərt ödənir. A bərabər olur 19-a. 19 böyükdür sıfırdan. Bəli, B bərabərdir. 18-in üstünə 19-u ona böləndə qalığımız 9 düşür. Bu eləyir 27 və 19-u minə böləndə tam hissə 0, qalığımız 19 edir. Şərt ödənir. A bərabər olur 1-ə. Və 1 böyükdürmü sıfırdan? Bəli, B bərabərdir. 27-nin üstünə 1-in ona bölünməsindən alınan qalıq 1, B eləyir 28. Şərtimiz yenə də ödəniləcək. Çünki 1-i minə bölündə aydın məsələ ki, tam hissə 0-dır, qalıq 1-dir, şərt ödənir. 1-i də ona böləndə tam hissəmiz 0-dır. 0 sıfırdan böyük deyil və proqram işini yekunlaşdırdı və məndən B-ni soruşur və 28 aldıq. Doğrudan da bu ədədən rəqəmlərinin cəmi bizə 28-i vermiş olur. Yəni bunu belə açıq yazmadan da birbaşa testin cavabını yazmaq olar. Cavabımız 28. Keçək 88-ci sual nümunəsinə. Burada ifin içində elif də var. Diqqət etmək lazımdır. İnin qiymətlərini açıq yazıraq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 yazdıq. İndi biz elifi ancaq yox deyəndə düşəcəyik. Və baxıram ki, mən i-nin 1 qiymətində, bir də 2 qiymətində eyni ədədləri alıram. Çünki 1-i də 3-ə böləndə qalığımız 1-ə bərabər olur. 1-i də 5-ə böləndə qalığımız 1-ə bərabər olur. Yəni, burada mən 2 dəfə bu işi icra edirəm, həni alıram da, yəni. Çünki şərt ödənir, elifə düşməyəcəm. Yəni, mənim burada i-nin 1 qiymətində, 2 qiymətində şərt ödəndiyimə görə x-in onsuz başlanğıc qiyməti 0 deyə x 2 olur. Çünki bu i-nin 2 qiymətində x-i bir vahid artırdım. İndi keçək i-nin 3 qiymətinə. 3 qiymətində şərtimiz ödənməyəcək. Çünki 3-ü 3-ə böləndə qalığımız 0-a bərabər olur. Amma 3-ü 5-ə böləndə 3-ün özü olur, şərt ödənmir, elifə düşürəm. Elifə düşdüm. Baxın, 3-ü 2-yə böləndə qalığımız 1 və yenə də bizdə şərt ödənmir. Düzdürmü? Elsə düşürəm və mənə deyir ki, sən artıq x-in üstünə, 2-nin üstünə i-ni gələcəksən. Yəni ki, 3-ü. Olacaq nə? 5. X-ımı aldım 5. İndi keçirəm i-nin 4 qiymətinə. Baxın, 4-ü 3-ə böləndə qalığımız 1, şərt ödənmir. Şərt ödənmir, mən düşürəm elifə. Və şərt ödənəcək. Çünki 4-ü 2-yə böləndə 0 olur. 4-ü 4-ə böləndə 0 olur qalıq. Və y deyir ki, mənim x-la cəmlə. Y bərabərdir. Y-in başlanğıc qiyməti 1 idi. Unutmayaq, 1-in üstünə
5 gələcəyik, açıq yazaq, eləyir 6. Və biz elsiyə baxmırıq. Çünki Elif şərti ödədi deyə biz elsə bu ödənməyəndə düşməliyik. İnin 5 qiymətindən gedirik. Şərt ödənməyəcəkdir. İndi baxın, biz 5-i 2-yə böləndə qalığımız 1 alır. 5-i 4-ə böləndə qalığımız 1 alınır. Şərt ödənir. Y bərabərdir. Deyir ki, yenidən məni x-dan cəmlə. Y-in yeni qiyməti oldu 11. Bu əvvəlki qiymət öz aktuallığını itirdi. Gedirəm i-nin 6 qiymətində şərt ödənmir. Şərt ödənmir. Aha, elsə düşürəm. X bərabərdir. X-in üstünə nə gələcəm i-ni? X-in baxın, əvvəlki qiyməti 5 idi. 5-in üstünə 6 gələcəm. X gedir, y-ə bərabər olur. X də olur 11. 6 ilə işimi yekunlaşdırdım, keçdim 7-yə. Şərt ödənir, ödənmir. Çünki burada qalığımız 1 qalır, burada qalığımız 2 qalır. Şərt ödənir, ödənmir. Və düşürəm elsə, x-in üstünə i-ni gələcəm. X bərabərdir, 11-in üstünə 7 gələcəm. Birbaşa yazıram, bu da eləyir 18. X-in qiyməti oldu 18. Gedirəm 8 qiyməti ilə. Şərt ödənmir, aha, şərt ödənir. Y deyir ki, x-in üstünə sən yenə y-i gələcəksən. Y-in son qiyməti nədir? 11-dir, 11, üstə gələk 18. Düzdürmü? Bu dedir 29. 8 qiymətində biz işimizi yekunlaşdırır. 9 qiymətində 9-u 3-ə bölünür, tam şərt ödənmir. Burada, baxın, burada 9-u 2-yə böləndə qalığımız 1 qalır. 4-ə bölündə qalığımız 1 qalır. Bu ödənir. Y bərabərdir. Y-in üstünə, 29-un üstünə gələcəm 18-i. Bu da eləyəcəkdir, deməli 30, 47. Düzdürmü? 47. Sonra gedirəm 10 qiymətində. Bu şərt ödənmir. Bu şərt də ödənmir. X bərabərdir. X-in üstünə i-ni gələcəm. X-imin son qiyməti nə idi? 18-dir. 18-in üstünə də 10 gələcəm. Eləyəcək 28. Məndən soruşuruq Y-in qiymətini. Y-in qiyməti 47 idi. Cavabımız olur 47. Əslində heç bunu son getməsək də olardı. Yəni sadəcə mən X-ə görə dedim. Şərtin ödənməyinə görə deyirdim ki, yəni onsuz da Y artıq burada ödənmirdi. Y-in yeni dəyər alması mümkün değildi. Cavabımız olacaq 47. 47. Keçək 89-cu sual nümunəsinə. Klaviaturdan 7 də daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 7 daxil edibsə, bu 7-nin üstünə 1, bu da 8 edir. Deməli, 1-dən 7-yə kimin i-nin qiymətləri? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, baxırıq burada if var, elif var, else var, yenə də elif var. Diqqət etmək lazımdır. I-nin bir qiyməti ilə mən onsuz da hər dəfə burada artıq baxın x-dir, yəni y yox deyil. Elə bura birbaşa x yazacağım, bərabər qoyacağım. Deməli, 1-in 2-yə bölünməsindən də 3-ə bölünməsindən alınan qalıqlar bir-birinə bərabərdir. Baxın, x-in qiyməti, iç qiyməti 0 deyil, ha, 1-dir. I-nin bir qiyməti ilə misalı həll edirəm. 1 üstə gələk. Şərt ödənir deyə mən artıq elifə baxmayacağım deyə 1-in kvadratı da 1-dir. X-i aldım nə? 2. Əla. Gedirik i-nin 2 qiyməti ilə. Şərt ödənmir. Ödənmədiyi üçün mən düşürəm elifə. X bərabərdir. X-in 2 üstə gələk. Burada elifdə nə baş verib ki, i-ni 2-yə vurmalıyıq. Vuraq, 2-ni 2-yə vuruq, eləyir 4. Çünki 2-ni 4-ə böləndə də qalıq 2 edir, 5-ə böləndə də. Bu da necə eləyir? Ona görə vurduq, eləyir 6. Sonra gedirəm i-nin 3 qiymətində. 3 qiymətində şərt ödənməyəcəkdir. Amma burada şərt ödənəcəkdir. Ödənmədiyi üçün
mən Elifə düşdüm. X bərabərdir. X-in üstünə, 6-nın üstünə gələcəm nəyi? 3-ü vuracam 2-yə. Olacaq 12. Sonra gedirəm i-nin 4 qiymətində. Şərt ödənirmi? Ödənmir. Şərt ödənirmi? Ödənir. Baxın, bir də bir şey, yox, burada da ödənmir. Bir də bir şey deyim. Əslində buradan proqramı biraz da rahat etmək olardı. Çünki burada 2 dəfə Elifi yerinə yetirirdik də hər dəfə ödəndiyi üçün. İndi 4 qiymətində ödənməyəcəkdir və elsə düşəcəm. X bərabər X-in üstünə i-ni gələcəm. Yəni 12-nin üstünə 4-ü gələcəm. Eləyəcək 16. Əla. 5 qiymətində 5 qiymətində ödənmir. Burada da ödənmir. X-in üstünə 5 qiymətində X bərabərdir. 16-nın üstünə i-ni gələcəm. Olacaq 21. Sonra 6 qiymətində şərt ödənir. Çünki bu verilmiş bu hal ümumiyyətlə verilmiş ədədin 6-ya bölünməsi halda eyni zamandadır. Yəni ona görə 6 həm 2-yə bölünür, həm 3-ə. Deməli x bərabər x-in üstünə 21-in üstünə gələcəm i-nin kvadratın. 36-nı gələcəm, yəni birbaşa yazırıq. Bu da neçə eləyəcəkdir? Deməli 57. Sonra 7 qiymətində bir də ki 7-ni 2-yə böləndə qalıq 1 düşür. 7-ni 3-ə böləndə qalıq 1 düşür. Ona görə də 57-nin üstünə gələcəm i-nin kvadratın. Yəni ki 49-u. Bu da mənə deməli 106-nı verir. Cavabımız 106. Yazaq 106. Keçək 89-cu sual nümunəsinə. Əslində bu tiplər yəni diqqət tələb edir, bir də eyni zamanda səbirli olmaq lazımdır. Ümumiyyətlə Pythonda səbirli olmaq lazımdır. Deməli, i-nin qiymətləri 1-dən 9-a kimidir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 yazdıq. İndi baxın, burada iç-içə if var. Bu şərt ödənəndə bu icra olunmalıdır. Və bu hissə var, ha, bu hissə mənə 6-ya bölünmə əlamətim bildirir. Yəni, həmin ədəd nə vaxt 3 vahid artacaqdır? 3 vahid artır. 6-ya bölünəndə. Yəni, i-nin qiymətlərində. İndi burada i-nin qiymətlərində 6-ya bölünmə əlaməti də bir dənə 6-dadır. Yəni, mən bunu halı deyirəm, bəzən elə ola bilər ki, dövr sayı çox ola bilər. O zaman birbaşa getmək üçün dedim. Birbaşa getmək üçün dedim. İndi sadəcə olaraq bir də bir şey var ki, burada amma mən qaçırtdım, gözümdən qaçdı bunu. İ bölək 2 bərabərdir 1-dir. Mən bunu sıfır hal üçün dedim. Çox üzürlü sayın. İndi diqqət etdim buna. Baxın, burada əslində bu sıfır olsaydı 6-ya bölünməni bildirərdi. Bu sıfır deyil, bu 1-dir. Gözümdən qaçdı bir anlıq. Bu 1-dir. Əgər bu sıfır olsaydı 6-ya bölünməni bildirərdi. İndi baxaq. Gedək i-nin bir qiymətində biz s-i tapmalıyıq. S-i də yazıram aşağıdan. S bərabərdir. Bu şərt ödənəcəkdir. S-imiz bir vahid artacaqdır. Və mən bayaqlarım izahlara dedim ki, S onsuz dövrün gövdəsində hər dəfə bir vahid artır deyə mən burada ümumi dövr sayımın axırda üzərinə, yəni dövr sayımı tapıb üzərinə gələrəm. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə dövrüm var. Və yaxud da sondan başlanğıcın çıxıb üstünə bir gəlib dövrün sayını tapa bilərəm. Yəni bu 9-dur təbii ki. Mən axırda o period bu hissədə period 9-u sonda gələcəm. Sonda gələcəm bu 9-u. Hələ ki bu hissənin yerinə yetirim, sonda 9-u gələrəm. İndi i-nin bir qiymətində 1-i 2-yə böləndə qalığımız 1-ə bərabərdir. Bəli, s-imiz bir vahid artacaqdır. Və artıq bu şərt ödənməyəcəkdir. Yenə deyirəm, bu sıfır olsa deyə birbaşa mən 6-ya bölünmə əlamətinə görə 3 vahid artıra bilərdim. Sadəcə burada bir dənə 6-nı veriblər deyə, baxın ona görə bu halı verməyiblər. Yəni o biri mənim bir anlıq gözümdən qaçdı. İndi bu şərt ödənir. S-imiz nə oldu? 1 oldu. Və artıq
sonda gələcəm 9 deyib, bunu bir vahid artırmağa ehtiyac duymuram. Period. Bu şərt, baxın, 2-ni 2-yə böləndə qalıq 1-ə bərabər deyil. Yəni, bu əslində bu əlamət bildirir. Burada tək ədədlərdən gedəcək söhbət. Mən if-in elçisinə düşəcəm. Period 2. Çünki 2 vahid ödənmədi, 2 vahid artırdım. Period 3-ü 2-yə böləndə qalığımız 1-dir. 1 vahid artacaqdır. Və 3-ü 3-ə böləndə qalığımız 0-dır və period da 3. Yəni, ümumi burada 4 vahid artım baş verdi. Period 4 qiymətində şərt ödənmir. Şərt ödənmir deyə elsə düşürəm 2. Period 5 qiymətində şərt ödənir. Bir vahid artır. Növbəti if şərti ödənmir. Elə bir vahid artacaqdır. Period i-nin 6 qiymətində, elə altından yazıram. 6 qiymətində 6-nı 2-yə bölündə qalıq 1-ə bərabər deyil. Mən elsə düşürəm. Period 2, period 1, çünki bonusda 3-ə bölünmür. Period 2, period 9, baxın indi. 9-u 2-yə böləndə qalığımız nədir? 1-ə bərabər olur. 1 vahid artım baş verdi. Period da i-nin üstünə də, üzr istəyirəm, s-nin üstündə 3 gələcəm də, düzdürmü? Yəni, ümumi burada neçə artım baş verir? 4 vahid artım baş verdi. Mən artıq 9 ilə işimi yekunlaşdı və üstünə bayaq burada yazdığım bu 9 var ha, onu gəlirəm. Çünki mənim dövr sayım 9 idi və S hər dəfə 9 icra edən 9 dəfə 1-i artırdı. S bərabərdir. Yəni bunların cəmini tapsaq, bu demək olacaq 3, 3-ün üstünə 4, 7, 9, 10, 12, 13, 15, 19, bu da edəcəkdir 28. Cavabımız olacaq 28. 90-cı sualın cavabı 28 etmiş olur. Keçək 91-ci sual nümunəsinə. Aha, bayaq dediyim nüans baxın burada qarşıma çıxdı. Yəni bayaq bu halı demək istəyirdim. Bu 6-ya bölünmə əlamətdir. Görürsünüzmü necə qruplar proqramı? Bayaqkında orada 1 yazmışdılar. İndi isə burada 10-dan 19-a kimi dəyər alacaq deyə və onun daxilində 6-ya bölünmə əlaməti var deyə o zaman burada nəzərə çox rahat ala bilirik. İndi gedək. İ-nin qiymətləri 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19'dur. Düzdür? İndi proqrama gəlin birlikdə nəzər yetirək. Burada i-nin 6-ya bölünən hansı qiymətləri var? Bir də bir şeye diqqət etmək lazımdır ki, S o zaman bir vahid artacaq ki, o nədir? Tək ədəd olsun. Çünki elə bir cüt ədəd ola bilər ki, məsələn 10 2-yə bölünür, amma 3-ə bölünmür, düzdürmü? Amma elçi də düşə bilmirəm orada. Yəni mən burada verilmiş i-nin qiymətlərincə ancaq tək ədədlərində S-i bir vahid artıracağam. Bax bunu mən tezləşdirirəm. Deməli, mən də tək qiymətlərim hansılardır? 11-dir, 13-dür, 15-dir, 17-dir, 19-dur. 1, 2, 3, 4, 5 dənə, 5 dənə. Qiymətimdə mənim ümumi S-im artacaqdır. İndi bunu qoyduq kənara. Gedək burada i-nin hansı qiymətləri 6-ya bölünür? Verilmiş. 12-dir. Yazıram 12. Üstə gələk. Sonra 6-ya bölünür 18. Vəssalam. Və period da bu 5. Bu da mənə 35-i verir. Digərlərini yoxlama ehtiyac yoxdur. Bu şərti bildim. Proqramı rahat həll elədim. Cavabımız 35. Çox maraqlı bir tip idi. Həm də lakonik olaraq tez bitirmək olur. Keçək 92-ci sual nümunəsindən.
Mən bu haqda əvvəlki video izahlarımda çox geniş şəkildə danışmışdım. Yəni belə bir bizə ardıcıllıq verəndə nə cür proqramı tez yekunlaşdırmaq olar. Ümumiyyətlə OR birləşmədə bilirik ki, e, orada ən azı bir şərt ödənəndə biz onu ümumi qəbul edirik ki, bu doğrudur. Amma ənddə bütün verilmiş şərtlər ödənməlidir. İndi məndə verilmiş bu ardıcıllıqda, yenə də geniş şəkildə toxunacağım bu tipə. Verilmiş bu ardıcıllıqda mən hansılar ödənmişsə onları tapmalıyam. Və bizdə ümumiyyətlə riyazi məntiq anlayışında De Morgan qanunu var. Orun inkarı bilirik ki, ənddir. İndi mən belə deyək də bu hissəni inkar edim, ödəməyənləri tapım. Onsa end bu S bərabərdir, bu K olanda mən bunu doğru götürməliyəm. Amma məndə məqsəd bilirsiniz nədir? Bu proqramı tez bitirmək. İndi, yəni bunun qarşısına, məsələn, belə yazaq da, not yazsam, inkar etsəm bunu, A böyükdür 10, or, B böyükdür 5. Bunun inkarı nədir? Bunun inkarı olur, A kiçik bərabərdir 10, and B kiçik bərabərdir 5. Vəssalam. İndi gedirəm. Görüm ki, mənim bu şərtimi verilmiş. Burada hansılar ödəyir? Deməli, baxın, e, həm də ki, bilsiz nədir? Diqqət etmək lazımdır ki, burada K-nı, heç mənə bu küllər mənə maraqlı deyil. Mən ancaq K olan hissələri e, tapmalıyam da. İndi gedim bu hissəni ödəyənlərin üzərindən xətt çəkəcəm ki, bu şərtləri ödəyir. Deməli, baxın, bu A 7-dir. 7 ondan kiçikdir. Bəli, 3 də 5-dən kiçikdir. Bunun üstündən xətt qoyuram. Çünki bu artıq bu şərti ödəndi. Mənə bunlar maraqlı deyil. Mənə bura maraqlı deyil. Çünki məndən ən hissəmdə bu şərt də ödənməlidir. Gedirəm, e, burada 11 özür istəyirəm, 12 ondan kiçik deyil. Düzdürmü? Və bu şərt ödənmir. Bu şərt ödənmir. Deməli, mənim əlimdə qalan bu hal bunu ödəyənlər silsiləsinə aiddir. Deməli, birini tapdım. Gedirəm. Şərt ödəyirmi? Ödəmir. İkinci. Bu şərti ödəmir. İkinci halımı tapdım. İndi 4, 5. Bunların hər biri bu halı ödəyir. Bu halı ödəyir. Yəni bu halı ödəyir. Ona görə də onu nəzərə almayacağıq. Baxıram, 1 ondan kiçikdir, amma 6 5-dən kiçik deyil. Birini də tapdım ora aid. Baxın, 3. Sonra keçirəm, 3 kiçikdir ondan, amma 9 5-dən kiçik deyil. Bu da ödəyir mənim or halımı. Deməli, ümumi 4 dənə. Vəssalam. Sadəcə olaraq verilmiş bu halda. Bunun inkarını yazdım buradan. Mənə e, ifin elsəsinə aparan hallar idi də bu. Yox qoluna gedənlərimin sayını tapandan sonra burada bunu çox rahat taparam. Şərti ödəyən tapacam. Bunlara niyə baxmadıq? Çünki mənim ən hissəmdə S bərabər olmalıydı K-ya. Ona görə də bunlara ehtiyac duymadım baxmağa. Deməli cavabımız olur 4. Çünki S də onsuz başlanğıc qiyməti 0-dır. 4 dənə ödəndiyinə görə burada hər dəfə 4 vahid, üzr istəyirəm, 4 dəfə 1 vahid artır, ümumi 4 olur. Görün necə rahat yolla həll etmək oldu. Keçək 93-cü sual nümunəsinə. Deməli, bayaq bu tiplərdən izahımı verdim. Hmm, Bizdə şərt yox deməyimiz üçün böyükdür 200 olmalıdır. Yəni 2 dənə s kvadratı böyükdür 200. Düzdürmü? Gələk tapaq s kvadratı böyükdür olur 100. S də böyükdür ondan 11. İndi tapdıq ki, burada dövr sayı 11-dir. İndi məndən eni soruşur. Eni soruşur. Və hər dəfə də
belə deyək də, e, nə baş veribdi? Diqqət edəcəyimiz bir məqam var. Baxın, eni soruşur və enin üstünə es gəlmişik, enin üstünə es gəlmişik və sonra es bir vahid artıbdır. Deməli, mən burada 11-ə qədər olan ədədlərin cəmini tapmayacağam. Bir daha deyirəm, məndən eni soruşur, eni soruşur və hər dəfədə enin üstünə es gəlibdir. Çox incə bir məqamdır. Yəni normalda gəlin bir iki addım deyim, nə demək istədiyimi izah edeyim. S-in onsuz da başlanğıc qiyməti bu 1-dir. Biri vuranda 2-yə eyni qayda ilə bilirik ki, 2 eləyir. 2 kiçik bərabərdirmi 200-dən? Deyirəm ki, hə. N bərabərdir, n üstünə S gələcəm. Yəni n olacaq 1. Düzdür? S bərabərdir, S-in üstünə bir vahid gələcəm. Olacaq S-im 2. S-im 2. İndi sonra gedirəm. 2-ni vuracam 4-ə. Olacaq 8. 8 kiçik bərabərdir 200-dən deyirəm, hə? N bərabərdir, n-in üstünə S gələcəm. Yəni ki, 1 üstə gələk 2. Və S-i də yenidən bir vahid artıracam. S olacaq 3. Yenidən gedəcəkdir. 18 ilə müqayisə edəcəkdir. 3-ün kvadratı 9 eləyəcəkdir. 2-yə vuracam 18. Sadəcə olaraq. S sonda elə bil ki, burada 11 bir vahid artıbdı. Yəni n 11-i almayıbdı. N gəlibdi. Onda ona qədər rəqəmlərin cəmini hesablayıbdı. 11-i almayıbdı. Sonra S bir vahid artıbdı. Çünki məndən n-i soruşur. İndi mən bayaq bir düstur dedim. N vuraq n plus 1 bölək 2. Birdən 10-a qədər olan ədədlərin cəmidir. Yəni mən də yerinə qoysam bunu 10 vuraq 11 bölək 2. Bu da necə eləyir? 55 etmiş olur. Vəssalam. Cavabımız 55. Bax, bu enin burada artımını görmək lazım idi. Keçək 94-cü sual nümunəsinə. Doğrudan da çox maraqlı tiplər var burada. 94. Bax, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, proqrama baxsaq, gəlin biz bunu yenə geniş şəkildə izah edək. Proqrama baxsaq, burada if və else var. Və S-imiz də yekunlaşmalıdır. S böyükdür 100 olanda. İndi, çox ümumiyyətlə maraqlı bir tipdir bu tip. Və mənim S-imin belə deyək də, hər dəfə K cüt qiymətində 5% artım olacaqdır. Yəni, S-in olsa başlanğıc qiyməti 0-dır. 5x böyükdür 100. Mən burada dövr sayımı tapmağa çalışıram. X böyükdür 20, x da bərabərdir 21. Deməli, ümumiyyətlə 21 dəfə şərt ödənəndə, yəni 21 dəfə 21 hansısa bir cüt qiymətində K-nın mənim S-im 5 vahid artıbdır. Əgər S-i soruşsa buradan necə taparıq? S-imiz o zaman burada 21 dəfə dövr olubsa S bərabərdir. 5-i vuracam 21-ə. Bu deyəcək 105. Amma bizdən K-nı soruşur. S-i soruşsaydı 105 olardı. Bununla işimiz yox. İndi, ümumiyyətlə, burada bir də else hal olaraq, yəni K hər dəfə bir vahid artıbdır. Düzdür, burada şərt ödənir. Yəni ki, 0-ı 2-yə böləndə 0 alıram. 5 vahid artdı. K 1 olanda 1 mən 2-yə böləndə 0 almıram və else düşürəm də, düzdürmü? Deməli, K-nın burada görəcəyi tək ədədlər də var. O zaman mən ümumiyyətlə belə bir düstur var.
Buna ədədi sizliklə yəni yanaşmaq lazımdır. O zaman biz burada dövr sayını tapmaq üçün, K-nı tapmaq üçün K-nın başlanğıc qiyməti onsuz da verilibdir. Bizdə K bərabərdir 0 üstə gələk. Dövr sayımı tapdım ki 21-dir. 21-i vuracam 2-yə, çıxacam 2-ni. Deməli 42, bu da olacaq 40. Yəni mənim kam 40 dənə qiymətində 40 dənə qiymətində cüt olubdur. Və sonunda sistemi, yəni ki 40 dəfə, elə bir ki, sonunda 40-la, daha doğrusu cümləmi daha dolğun şəkildə deyim. Kamil son dəfə 40-la e, bu şərtə giribdir və 105-i almışam. Amma burada baxın K bir vahid artır axı. Yəni 40-ın üstünə 1 gəlirəm, K olur 41. K sonda 40-la gəlibdir, şərti ödənibdir, 105-i almışam. Və 105-i alandan sonra dövrdən çıxmalıyam axı. Və amma dövrün daxilində K-nın bir vahiddə artımı var. Bu da olur 41. K-mız 41 olur. Sonra istəyir 100 min. 41. Keçək 95-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturda hansı ən böyük natural ədəd daxil edilməlidir ki, nəticədə əvvəlcə 3, daha sonra isə 6 çap olunsun. Aha, baxaq. 8-ci say sistemidir yenə. Sadəcə olaraq şərt verilibdir. If var proqramın gövdəsində. İndi məndə ümumi bayaq bunu dedim necə alırıq 3 vahid artması üçün. A-nın 3 olması üçün bu 3 rəqəmli ədəddir. Bura yazıram 3 rəqəmli ədədini tapmaq üçün bildim ki 3-dür də. 3 rəqəmli ədəddir. İndi mənə bir dənə şərt veribdir. Qayda deyir ki, sənin o yazdığın ədəd bu alanda qalığı sıfırdan fərqli olmalıdır. Bu nə haldır? Bu təşkil əlamətini bildirəndir. Deməli, sənin qalığın tək ədəd olmalıdır 8-ə böləndə. 8-ci say sistemində biz bilirik ki, tək ədədlər 1-dir, 3-dür, 5-dir, 7-dir. 7-dir. Bunu bildik. Niyə cütləri yazmadım? Yəni, çünki məndən şərtdə deyir ki, sən burada ancaq tək ədədləri istifadə etməlisən şərtin ödənməyi üçün. İndi mən 6 qiymətini çap etmək istəyirəm və məndən ən böyüyü soruşur. Ən böyüyü soruşur. Və 8-ci say sisteminin aydın məsələdir ki, əlifbası 0, 1, 2, 3, 4, 5, 6, 7-dir. Və verilmiş bu ədədlər içərisində hansı rəqəmlərin cəmi 6 edər? Bu, təbii ki, ən böyük deyirsə, mən tapmaq istəyirəmsə və 3 rəqəmli olsun. Amma 3 rəqəmliyə ehtiyac duymadan mən 5-in üstünə 1 gəlib 6 tapa bilərəm. İndi mənə ancaq təklik əlaməti bunu bildirir də, bu şərti ödənməlidir ki, mən gedim bu 6-nı alım. Düzdürmü? 5-dən biri tapdım. Ən böyük deyir. Mən ən böyük deyirsə ən kiçiyi sonunda yazaram 5-i öndə. İndi mən artıq əlimdə qalan o ədədlərdən hansı ki 0-dır, 1-dir, 2, 3-dür, 3, 4, 5, 6, 7. Bu 7-ni yaza bilmərəm. Çünki məndə tək olanda cavabım 6 olmalıdır. Beyni soruşur. 7-ni yaza bilmərəm. 7 artıq 6-dan böyükdür. Əlimdə qalan hansı ən böyük cüt ədəd qalır? Tək də yaza bilmərəm. Çünki 6-nı aldım orada. Bu da 6-dır. Bu olur 6, 5, 1. 8-ci say sistemində də. Amma biz bu say sistemini, biz onluq say sisteminə daxil etmişik axı. Ona görə də biz aldığımız ədədi çevirməliyik nəyə? Onluğa. 0, 1, 2, deməli 6 vuraq 8-in kvadratı plus 5 kərə 8-in 40 və plus 1. Düzdürmü? Bərabərdir. Deməli, indi biz burada sadəcə kalkulatoru açanda qoymur bu proqram onu açmağa. 64-ü vuracam 6-ya. Elə burada yazaq. 6 kərə 4-ün 24. 384. Düzdürmü? Bunun da üstünə gələcəm 41-ə. 5,
2, 425. Vəssalam, cavabımız olur 425. Yəni 425-i biz onluq say sistemi daxil etməliyik deyə biz burada verilmiş 3 və 6-nı ala bilərik. Möhtəşəm bir sualdır. Cavabımız 425. Yəni 6, 5, 1 yazmırıq ha. Səbəbini də dedim niyə. 421. Keçək 96-cı sual nümunəsinə. Burada baxırıq dəyişənin dəyişmiş qiymətləri varmı? Səliqəli yazaq deyə. Deməli, gəlin yenə geniş şəkildə baxaq. Deməli, i-nin qiymətləri var. i bərabərdir 2, 3, 4, 5. Əla. Və s-in başlanğıc qiymətini unutmuruq, gözümüzdən qaçmasın. Baxıram, onsuz da s şərtdən asılı olmayaraq hər dəfə i-nin kvadrata yüksəldərək cəmləyəcək. Gedirəm i-nin 2 qiyməti ilə s bərabərdir. 3-ün üstünə gələcəm 2-nin kvadratı, yəni 4, bərabərdir 7-ni alıram. Düzdür? Amma şərt ödənmir. Çünki 7-ni 2-yə böləndə biz 0-ı almırıq. T-nin üstünə i gələcəm. T bərabərdir. T-nin qiyməti nədir? 1-dir. 1-in üstünə 2 gələcəm. T olacaq 3. Gedirəm indi i-nin 3 qiyməti ilə. S bərabərdir. 7-nin üstünə gələcəm. 3-ün kvadratı. 9 bərabərdir 16. Şərt ödənir. T bərabərdir. T-ni vuracam S-ə. Deməli 3-ü vuram. 16 edir 48. Növbəti addımımız 4 ilə gedirik. S bərabərdir. S-in üstünə 16-nın üstünə 4-ün kvadratı 16, 32. Şərt ödənir, bəli. T bərabərdir. T-ni vuracam S-ə. Deməli, biz 48-i vuracaq 32-yə. Bərabərdir. Deməli, mən indi kalkulyatoru orada aça bilməyəcəm. Bir dənə telefonda vuraq bunu. Çünki digər proqram nəsə imkan vermir proqramı, o bir proqramı açmağa. 48-i vururuq 32-yə. 1536. 1536 almış oluruq. Sonra gedirik. i-nin 5 qiymətində s bərabərdir. S bərabərdir. S-in üstünə, yəni 32-nin üstünə gələcəm. i-nin kvadratı. 25-i bərabərdir 57. Şərt ödənmir, şərt ödənmir. Və mən t-nin üstünə i gələcəm. Mənim t-im nə idi? 1536-nın üstünə gələcəm nəyi? 5-i. Bu da eləyəcək 1541. Cavabımız 1541. 1541. Keçək 97-ci sual nümunəsinə. Deməli, burada proqramın gedişatına baxaq. Aha, burada y. Deyəsən, biraz uzun gedəcək. Çünki elif də var, y də var, yeni qiymət alır, x. İ'nin qiymətlərini yenə yazıram. i bərabərdir 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Düzdür, yazdıq. İndi sadəcə olaraq, əslində belə bir proqramları tez yekunlaşdırmaq olar. Sadəcə video izahdır deyə mən geniş şəkildə toxunuram. Amma tez də, yəni bunların həlləri mümkündür. İ'nin qiymətlərində ödənəndə tez elifi tap, ödənməyəndə, üzr istəyirəm, ödənəndə ifin gövdəsini icra et, ödənməyəndə elifi tap. Yəni belə rahat getmək olur. İ'nin 3 qiyməti ilə birinci şərtim ödənəcəkdir. X-i 3 vahid artıracam. Diqqət etmək lazımdır. X-in başlanğıc qiyməti 2-dir. X olacaq 5. 3 qiyməti ilə. İndi mən bu şərtim ödəndi deyə elifə baxmıram. Gedirəm i-nin 4 qiyməti ilə. Şərt ödənmir, şərt ödənmir. Elifə baxıram və burada yenə şərt ödənməyəcəkdir. Çünki 4-ü 2-yə böləndə 0 alırıq qalığı, amma burada 1 alırıq və elsə düşürük. X-in üstünə i gələcəm. 4 qiymətindən gedir söhbət. 5-in üstünə 4 gələcəm, x olacaq 9. Gedirəm i-nin 5 qiymətində. X bərabərdir 9-dur. Hələ görək x-də dəyişiklik olacaqmı? Deməli,
5-i, aha, bax şərt ödənmir. Deməli, 5-i 3-ə böləndə qalığımız deməli 2 düşür. 5-i 2-yə böləndə qalığımız 1 düşür. Şərt ödənmir, düşürük elsə. X bərabər x-in üstünə i gələcəm. Olacaqdır x 14. Gedirəm i-nin 6 qiyməti ilə. Şərt ödənmir. Burada şərt ödənir. Y dəyişəcəkdir. Y-in üstünə x gələcəm. Y-in qiyməti 0 idi. Üstünə x-i gələcəm. Y də olacaq 14. Əla. İndi gedirəm i-nin 7 qiyməti ilə. Şərt ödənirmi? Ödənmir. Burada ödənir. Çünki 7-yə 3-ə böləndə də qalıq 1 qalır. 2-yə böləndə də. Y-in üstünə x gələcəm. Y yeni bir dəyər alır. Olur 28. Əvvəlki qiymət aktuallığını itirdi. 8 ilə gedirik dövrə. 8-i şərt ödənmir. Deməli, şərt ödənmir. X yeni bir qiymət alacaq. X-in üstünə i gələcəm. 14 idi. 14-ün üstünə 8 gəlirəm. Eləyir 22. Sonra 9 ilə gedirik dövrə. Şərt ödənmir. Şərt ödənmir. X-in üstünə i gələcəm. Yəni 22-nin üstünə 9 gəlirəm. Nə oldu? 31. Gedirəm 10 ilə. Onu 4-ə böləndə bizim qalığımız 2, amma 4 ödənmir. Bu da ödənmir. X-in üstünə i gələcəm. Yəni 10 gələcəm. Olacaq 41. Sonra gedirəm 11 ilə dövrü yoxlamağa. 11-i 4-ə böləndə qalığımız bizim eyni mi qalır? Xeyr. 11-i 3-ə böləndə qalığımız yenə də ödənmir. X-in üstünə i gələcəm. Yəni 11-i. Bu da eləyəcək neçə? 52. Sonra gedirəm nəhayət i-nin sonuncu qiyməti ilə. Şərt ödənirmi? Ödənir. Çünki cütlükdə x-in üstünə nə gələcəm? Bərabərdir 55. İndi əziz izləyicilər, əslində mən proqramı tez yekunlaşdıra bilərdim. Səbəb niyə? Çünki mən burada elifə nə zaman düşürdüm də, yəni elə bir qiymətindədir ki, həmin i-ni 3-ə böləndə, 2-yə böləndə qalıq eyni olunsun. Təbii ki, bu 9 qiyməti idi son olaraq. Baxanda digər qiymətlərə, yəni 10, 11, 12-də bu şərt ödənmirdi. Və məndən y-i soruşurdu və mən y-i onsuz da tapmışdım 28. Proqramı burada yekunlaşdıra bilərdim. Amma təbii ki, bizdən burada indi y veribdir. Ola bilər x-i soruşa bilər, yaxud x plus y cəmini soruşa bilər, x minus y fərqini soruşa bilər. Sadəcə olaraq əgər orada bizdə y-ni soruşsa, qəbulda falan, testlərdə proqramı tez yekunlaşdıra bilərik. Amma yenə də deyirəm, ola bilər ki, indi bu versiyanı veribdir, başqa bir şəkildə soruşa bilər. Amma mən proqramı yarıda saxlaya bilərdim ki, bu 9-da onsuz da mənim işim yekunlaşıbdır, məndən y soruşur. Y-də də ancaq burada elifdə düşürdüm. Belə. Fərq də soruşa bilər, cəm də soruşa bilər, x-in özüdən soruşa bilər. Yəni, müxtəlif versiyalarda soruşa bilər. Amma cavab burada. Cavab burada 28-dir. Çünki y soruşur. Keçək 98-ci sual nümunəsinə. Deməli, i-nin qiymətləri 2-dən 10-a kimi qiymətlər alacaq. İndi görək biz burada nə deyir. Əslində, yenə də bunu tez bitirmək olar. Amma biz yenə də açıq şəkildə yazaq. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Əla, yazdıq. S-in başlanğıc qiyməti 5-dir, unutmuruq. İndi baxıram, S bərabərdir. I-nin 2 qiymətində mənim S-im, yenə də bir şey deyirəm, mən S-i hər dəfə bir vahid cəmləməyəcəm. Çünki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və yaxud da ümumi dövr sayını tapmaq üçün ondan 2-nin çıx üstünə bir gəl, yenə 9 alacaqsan dövr sayın. Mən hər dəfə S-i onsuz da 9 dəfə bir vahid artıracam. Mən bunu plus 9-u ən axırda yazacam. Bundan işim yoxdur. Bu halı dedik. İndi i-nin 2 qiymətində şərt ödənir, bəli. S-in üstünə 2 gələcəm. Olacaq nə? 7.
Amma ödənməyənə bu elsə düşəcək. Bu ifin isə elsəsi yoxdur. Diqqət, diqqət. Bir daha deyirəm. Bu ifin elsəsi budur. Bu ifin elsəsi yoxdur. Bunu bilək. İndi mənim 5-in üstünə nə gəldi? 2 oldu 7. İ'nin 2 qiyməti ilə. Və i'ni 2-yə böləndə qalığımız 0 vermir. Bəli. Plus gedirəm i'nin 3 qiyməti ilə. Şərt ödənir, ödənmir. Ödənmir, onsuz da iç-içə ifdir. Mən düşürəm s. S-in üstünə 3 gələcəm. Olacaqdı. Birbaşa yazmıram. Yəni 10 yazmıram. Plus i'nin 4 qiyməti ilə. Şərt ödənir, bəli. 2 vahid burada artım baş verəcək. Şərt ödənir, bəli. Bir vahid də burada. Ümumi plus 3 gəlirəm. Plus 5-də şərt ödənmir. Elsə düşürəm plus 3, plus 6. Şərt ödənəcəkdir 2 vahid, amma burada ödənməyəcəkdir. Plus 2, plus 7-də 3 vahid artıracağıq. Sonra plus 8-də, baxın 8-də də biz ümumi 3 vahid artıracağıq. Çünki həm 2-yə bölünür, həm də 4-ə. Plus 9-da 3 vahid artıracağıq. Plus 10-da isə 2 vahid artırırıq. Düzdürmü? Dövrüm bitdi. Plus 9-u gəlirəm üstünə bərabərdir. Deməli 10, 13, 16, 18, 21, 24, 28, 30, 39 cavabı edir. Yox, 39 daha doğrusu yox, 38 cavabı edir. Cavabımız 38. 38. Sonra davam edək. 99-cu sual nümunəsi. Bunu burada yazmayaq, çünki burada səliqəsiz görünəcək. Deməli, birincidə sadəcə olaraq diqqət etməliyik. Burada fikir veririk. Mötərizələr də var, mötərizəsiz də var. Deməli, birinci sualı buradan yazaq səliqəli şəkildə. İ'nin qiymətləri m, yəni i burada nə alır? 0, 1, 2. Düzdürmü? K bərabərdir. K bərabərdir. N'imiz neçədir? 17. 17-ni böləcəm, m-dən çıxacam i-ni. Yəni 0 qiyməti ilə mən hələki işimi icra etməliyəm. M-im 3 idi. 3-dən çıxıram 0-ın qalır 3. Və 17-ni 3-ə böləndə bizdə tam hissə olur 5. 5 və print K-nı gördüm. 5 çapa getdi. 5-i çap etdim. Oldu 5. Gedirəm, N-dən çıxacam K-nı. N'im neçədir? 17-də 17-dən K-nı çıxıram 5-i. Yəni N'im olur 12. Düzdürmü? Sonra i-nin bir qiyməti ilə gedirəm proqramı yerinə yetirilməyə. K bərabərdir. K bərabər. N-i 12-ni böləcəm. M-dən çıxacam i-ni. Olacaq 2. Və tam hissə olacaq 6. Print K 6 çapa gedir. N-dən çıxacam K-nı. N bərabərdir. 12-dən 6-sını çıxıram olur nə? 6. Və i-nin nəhayət 2 qiyməti ilə davam eləməliyəm. K bərabərdir. 6-dan, daha doğrusu 6-nı bölürəm. M-dən çıxacam i-ni. M-im neçədir? 3-dür. 3-dən 2-sini çıxıram, qalır 1. 6-nın da 1-ə bölünüm tam hissə 6. K-da çapa gedir, olur 5, 6, 6. Deməli, 1-ə getdi D. Bura yazırıq D. İkinci. İndi burada ikincidə sadəcə olaraq mötərizələrə diqqət etmək lazımdır. Yenə də i-nin qiymətləri 0-dır, 1-dir, 2-dir. 3 dənə dövrümüz var. K bərabərdir. K bərabərdir. N-dən çıxacam i-ni. N nədir? 17-dir. 17-dən çıxıram 0-ı. Eləyir. Açıq yazaq. M-dən çıxacam i-ni. M neçədir? 3-dür. 3-dən 0-ı çıxıram, elə olur 3. Bu da elə bizə nəyi verir? Deməli, 10 tam hissə 5-i verir. Düzdürmü? 5-i yazdıq. Sonra 5 onsuz da çapa gedir. Çünki print dövrün gövdəsindədir. N bərabərdir. N-dən çıxacam K-nı. Olur 12. Gedirəm. i-nin bir qiyməti ilə həll eləməyə.
K bərabərdir. K bərabərdir. N-dən çıxacam 1-i. N-imiz neçədir? 17-dir. 17-dən çıxıram 1-i. Bölmə. M-dən çıxacam i-ni. Yəni M-imiz neçədir? 3-dür. 3-dən 1-ini çıxıram olur. 2 bərabərdir. Deməli, düzmü yazdıq biz buradan? N-dən çıxdıq. Əla. E, M-dən də i-ni çıxdıq. 17-dən biz 1-ini çıxırıq. Qalır 16. 16-nı 2-yə böləndə, amma cavablarda yoxdur. Biz harada səhv getdik? Bircə dəqiqə. K bərabər n çıxaq i. N-in son qiymətini nəzərə almalıyıq. Üzürlü sayı bu 11-dir. 11 qalır burada 12-dən. Birin çıxanda 11. 11 də biz 2-yə böləndə tam hissəmiz 5 düşür. 12 yazmışam bura. Yenidən gedib əvvəlki qiymətini götürürəm. Deməli olur 5. 5. 5-imiz getdi çapa. Sonra diqqətli olmaq lazımdır. N bərabər N-dən çıxacam K-nı. 12-dən 5-ini çıxıram 7 olur. İndi i-nin 2 qiyməti ilə sonuncu dövrü icra edirəm. K bərabərdir. K bərabərdir. N-dən çıxacam i-ni. Olur nə? 5 bölək. Artıq birbaşa yazırıq. M-dən çıxacam i-ni. M-im də 3 idi. 3-dən çıxıram 2-ni qalır. 1 bu da olur 5. Tam hissə 5. 5 də çapa getmiş olur. Yəni 5, 5, 5. Cavab varmı? Cavab E. 2-yə getdi E. Gedirəm nəhayət üçüncünü həll eləməyə. Deməli, yenə də i 0-dır, 1-dir, 2-dir alır. K bərabərdir. K bərabərdir. N. N-imiz 17-dir. 17 bölək. M-in üstünə 1 gələcəm. M-imiz 3 idi. 3-ün üstünə 1 gəlirəm 4. Burada tam hissə olur. 4, 4 çapa getmiş oldu. İndi N yeni bir qiymət alacaq. N bərabərdir. N-dən çıxacam K-nı. Deməli, N-imiz 17 idi. 17-dən 4-ün çıxırıq, qalır 13. Düzdürmü? Və gedirəm indi i-nin bir qiymətində proqramımı icra etməyə. K bərabərdir 13-dən. 13-dən biz deməli m+1 cəmini tapıb bölünüb tam hissəsini götürməliyik. M-im neçədir mənim? M-im 3-dür. 3-ün üstünə 1 gəlirəm, olur 4. 13-ü də 4-ə böləndə bizim tam hissəmiz 3-dür və K 3 çapa gedir. 4-dür, 3-dür, çapa gedibdir. Və n bərabər n-dən çıxacam K-nı. Olur 10. i-nin indi nəhayət 3 qiymətində K bərabərdir n-dən 10-dur. Onu m-in üstünə 1 gələcək. M-imiz neçədir? 3-dür. 3-ün üstünə 1 gəlirəm 4. Biz də onu 4-ə böləndə tam hissəmiz düşür 2. Və 2 də çapa gedir və artıq dövrümüzün sayı yekunlaşdı. Oldu 4, 3, 2. 3-ə də gedəcək. Cavab A. 1-ə D, 2-yə E, 3-ə 1D, 2E, 3-də A. Gedək orada yazaq. PDF-in üzərində. Deməli, 1-ə getdi D, 2-yə getdi E, 3-ə də getdi A. Belə. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti video izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.